Allah'ın salamı olsun hidayətə tabi olanlara. Bu biz tərəfdə quşların səsidir, bax. Sübh namazın vaxtıdır. Sübh namazın qurtarmağına az qalır. İnanın ki, Allah'a and olsun. Sübh namazı başlayan dəqiqədən başlayırlar quşlar Allah'a təqdis tərif eləməyə, Allah'ın şəninə təriflər deməyə. Biz deyirik quşlar cəhcəh vurur. Cəhcəh vursa da biz onların dilini anlamırıq. Allah'ımız Quranda buyurur ki Allah'ımız, gözəl Allah'ımız. Yerdə, göydə və yerlə göy arasında olan hər bir şey Allah'a təqdis edib şəninə təriflər deyir. Sadəcə Allah'ımız buyurur ki, siz onların dilini anlamırsınız. Bayaqdan gözəl oxuyur deyir. Görüm eşidiləcək. Qarğalar nəsə çoxalıb. Elə gözəl oxuyurdu bayaq. Quşlar. İndi zəifdir. Bayaq bülbül idi deyəsən oxuyur. Cikildəşirlər. Cikildəşmək deyilir, günahdır onu demək, tövbə estağfurullah. Allah'ın şəninə təriflər deyirlər, Allah'a təqdis edirlər. Sağ olun. Allah qəbul eləsin namazlarınızı.